Hamını salamlayıram. Bugünkü videomda lavaşla bol göyərtili, pendirli börekin hazırlanmasını sizinlə paylaşıram. Qutaplıq göyərtiləri təmiz-təmiz yumuşam suyu çəkiləndən sonra xırda-xırda doğrayıram. Börek üçün soğus hazırlayıram. Soğus üçün 2 ədəd sındırdığım yumurtanı qarışdırandan sonra üzərinə 50 ml bitki yağı, 1 stəkan yarım 300 ml də süd əlavə edirəm. Yarım çay qaşığı da tuz əlavə edib yaxşıca qarışdırıram. İstəyə görə südü qatıqla da əvəz eləmək olar. Böreki iri lavaşla hazırlayıram. Hazırladığım soğuzdan lavaşın üstünə əlavə edib fırça ilə hər yerinə çəkəndən sonra doğradığım göyərtilərdən bol-bol lavaşın üstünə əlavə edib hər yerinə yayıram. Üzərinə əzilmiş pendir səpirəm. Pendir çox duzlu olmadığı üçün duz, qara istiot səpirəm. Böreyi bişirəcəyim formanı bitki yağı ilə yaxşıca yağlamışam. Rulonları bu şəkildə hazırlayıb formanın içinə yığıram. Börek üçün 4 ədəd bir də yarı lavaş istifadə elədim. Qalan soğuzu da börekin üstünə əlavə edib fırça ilə hər yerinə çəkirəm. Üzərinə küncüt, çörək otu səpirəm. 180 dərəcəlik sobada üstü biraz qızarana kimi bişirirəm. Çox dadlı, doyumlu, bol göyərtili, pendirli bir börek alınır. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm.